Deyirlər ki, qara dəliklər kosmosdakı hər bir şeyi toz soran kimi özünə çəkir. Günəş sistemində əgər günəşin yerinə bir qara dəlik olsaydı bizim aqibətimiz necə olacaq? Günəş özü qara dəlik olsa, onun ölçüsü onlarla kilometr olacaq. Yəni o boyda günəşin kütləsi balaca bir şəhər boyda yerə sıxılmalıdır ki, o qara dəliyə dönsün. Əslində cazibə qüvvəsi tərəfindən heç bir fərqi görməyəcəksiniz. İşığın görməyəcək. Amma məsələ günəş boyda qara dəliyin olması, o artıq başqa bir kütlədir. Günəşdən milyardlarla dəfə ağır bir kütlə olmalıdır ki, onun ölçüsündə olsun. Qara dəlikdən siz təhlükəsiz məsafədə də ola bilərsiniz. Heç bir fərq görmədən normal qaydada onun ətrafına dövr edə bilər hər hansı bir cism. Amma müəyyən bir məsafədən yaxınlaşdıqda artıq siz onun cazibəsinə düşürsünüz. O qeyri-stabil orbit deyilir və onun cazibə qüvvəsi başlayır parçalamağa və qara dəliyin ətrafında belə disk yaranır. Həmin o diskdə maddə o qədər sürətlə hərəkət edir. Orada ancaq atomlar qalır və elementlər qalır.